173 nömrəli sualda alkenin katalitik hidrogenləşməsinə 2,24 litr hidrogen sərf olunmuşdur. Bu karbohidrogenin həmin miqdarının bromlaşmasına 20,2 qram dibrom alkan alınarsa alkenin formulunu müəyyən edin. Hissə isə gedəcək. Deməli bizim nə qədər alkenimizdirsə bu özünə 2,24 litr hidrogen birləşdirib. 1 mol isə 22,4 litr deməli hidrogen birləşdirir. Buradan x alkenin molunu tapdıq 0,1 moldur və 0,1 mol alkenimiz özünə 20,2 qram, yəni brom birləşdirən zaman 20,2 qram dibrom alkan alınıb. CnH2n özünə brom 2-ni birləşdirdikdə deməli 14n üstə gələ 160 qram bizim dibrom alkenimiz olur. Və burada bizə deyir ki 0,1 mol həmin bu alken özünə brom birləşdirən zaman kütləmiz olur 20,2 qram dibrom alkan. Amma 1 mol alken izə özünə birləşdirən zaman bromu ümumi formula görə 14n plus 160 olmalıdır. Buradan n-i təyin edirik ki, burada n bərabərdir. Deməli 3-ə bərabərdir. Olur. Yenə propenə bərabər olur. A variantı. 175 nömrəli sualda CnH2n ümumi formula malik olan alkenin tam yanmasından 3 mol karbon alınır. Deməli, n qədər karbonun 3 molu karbon qazı alınırsa, onda karbonumuzun miqdarı n-3-dür. Çünki qalan hissəni soruşur. Bunun 3 hissəsi yanıbdır, karbon qazı alınıbsa əgər. Yerdə qalan hissəsi isə nə qədər olur? Deyir, baxıram ki, karbon üçün n-3-ə, hidrogen üçün nəyə bərabər olur? Çünki karbohidrogenin tərkibində hidrogen də var. Bu da bərabər olur, deməli, 2n, 3 mol karbon qazının 2n-6-ya bərabər olur, hidrogen üçün isə. Bunların cəmi bərabər olur 3n-9-a. 176 da eyni sualdır. Bu zaman suyun molunu veribdir. 1 mol alken yanan zaman 2 mol deməli 2 mol H2O alınıbdır. Bir atomların sayını ümumiyyətlə çıxmalıyıq üzərində. Deməli baxırıq ki nə qədər deməli hidrogen tərk etmiş olur. 4 dənə hidrogen tərk etmiş olur. Yəni 2n-4 molu tərk eləmiş olur hidrogen üçün. Karbon üçün isə artıq CnH2n-ə baxanda əgər hidrogen 4-dürsə, onda karbon da ikisi tərk etmiş olur. Bunların cəmi bərabər olur 3n-6-ya. 177 nömrəli sualda isə tam yanmaya 1 mol oksigen sərf olunmuşdur deyir. Yəni yanma reaksiyası zamanı artıq biz oksigenin əmsalını bilirik. 3n bölünsün 2 moldur və bunun deyir 1 mol oksigen sərf olunub. Yəni bundan 1 molu gedir və yerdə nə qədər qalır? Olur 3n minus 2-yə bərabər olur. Cavab burada olur Y variantı. 178 nömrəli suala baxıraq. 178 nömrəli sualda yenə alken üçün ümumi formulu yazıram və burada n var deyə yenə eyni qaydadan istifadə edəcəm. N-lər qarışıq düşməsin deyə mən burada ümumi formula A ilə ifadə edirəm. Hidrogen atomlarının sayı 2n-2-dir. Yəni hidrogen atomlarının sayı 2A-ya bərabərdir mənim ümumi formulama görə. Rabitələrin ümumi mol sayını soruşur. Rabitələrin ümumi mol sayı isə cavab burada eləyir 3A-ya bərabərdir. Buradan 2-ləri ixtisar edirəm və A bərabərdir n-1. A-nı gətirib burada yerinə yazanda cavab olur 3n-3. Daha sonra 182 nömrəli suala baxırıq. Alkendir və molekulunda hibrid orbitallarının sayı. Molekulunda hibrid orbitallarının sayı deməli 4n alkenlər üçün bir dənə pirabita var deyə hibrid orbitallar, yəni hibrid sayı karbona aid bir xüsusiyyətdir və karbon-karbon arasında bir dənə pirabita olduğuna görə bunların orbitallarını, yəni qeyri-hibrid orbitalları ümumi 4n minus
2 şəklində yazırıq. Yəni üstündən çıxmalıyıq ümumi hibridin üzərindən və molekulunda sp3, sp3 sigma rabitələrin sayını soruşur. Buradan n-i təyin eləyəndə n burada 5-ə bərabər olur. Deməli, rabitə C5, mən karbon sayını düzəldirəm 5 dənə karbonu və cis trans izomeri olan deyir. Cis trans izomeri desə 2 qat rabitə başda deyil. Çünki burada hidrogen olur və bu cis trans izomerliyi olmayan bir karbon olur. Ona görə əgər izomerdirsə burada istənilən orta hissəyə birləşdirmək mümkündür karbonu. Demək 2 qat rabitən daha doğrusu. Bu zaman olur CH3, CH. Baxırıq ki, bəli, karbona müxtəlif radikallar birləşdi. CH2 və CH3-ə bərabərdir. Burada sp3, sp3 sigma rabitələrin sayını soruşur. Ümumi formulu tapdıq. Deməli C5H10. sp3, sp3 isə burada düzdür sp3 hibridə malik olan karbon var, amma sp3 sp3 deyil. sp3 sp2-yə birləşir, sp2 sp3-ə birləşir. Bu sp3 sp3-dür və bax bu rabitə olur sp3 sp3 arasında olan sigma rabitə. Cavab B variantına uyğundur. 183 nömrəli sualda isə yenə hibrid orbitalların ümumi sayını bərabərləşdiririk. 4n-2-yə, yəni 2 qat rabitənin elektronlarını, pi rabitənin elektronlarının sayını çıxırıq ümumidən. Və bu zaman cis trans izomeri olmayan deyir. Deməli, 2 qat rabitə baş hissədədir. Çünki cis trans izomeri yoxdur. N-i buradan bərabərləşdirirəm 4-ə və bu şəkildə formulu düzəltdik. sp3, sp3 hibrid orbitalına malik olan yenə deməli burada baxırıq sp2, sp2, sp3 və sp3. Burada yalnız bir dənə rabitə sp3, sp3 arasında olan rabitədir və formulumuz da C4H8-ə bərabərdir. Cavab olur burada C variantı. 184 nömrəli sualda yenə karbohidrogenlərdir və 184 qram ümumi qarışıq var burada. A qram bromlu suyun üzərinə əlavə 184 qram qaz maddəsi buraxıldıqda burada baxırıq ki, məhlulun kütləsi 56 qram artır. Yəni artım burada artım baş verir alkenlərin hesabına. Artıran alkendir. Yəni 56 qramı çıxdıqda 184-dən 56 qramı çıxdıqda yerdə 128 qram alkan olur və yaxud da ki, bromlu su ilə reaksiya daxil olmayan hər hansı bir maddə olur. Karbohidrogen dediyinə görə bəli, alkanlardan söhbət gedir. Və 8 moldur, yəni 128 qramın kütləsi 8 moldur. Necə var, elə də çıxıbdır. Bu zaman onda 128 qramı biz deməli böləndə burada cavab olur deməli 128 qram bərabərdir 8 mola, yəni 8 molu 128-dirsə 1 molu tapırıq. 128-i bölürük 8-ə. Burada cavab olur deməli 128 qramı 8 mola böləndə kütlə eləyir 16 qram. Bu da metanın kütləsinə bərabərdir. Burada cavab olur C variantı. 185 nömrəli sualda isə 0,2 mol alifatik karbohidrogendir. Görək bu 0,2 mol yanan zaman 4,4 qram karbon qazı, 4,4 qram karbon qazı 0,2 deməli daha doğrusu belə bu şəkildə quracağıq. Yəni 4,4-ün 1 moldan alınırsa 44 n qədər. Görək 0,2-dən 4,4 qram karbon alınır. Bu da burada n5-ə bərabər olur. Və bizdən deməli soruşur ki, karbohidrogen molekulunda karbon atomlarının neçəsi sp3 hibrid halındadır. Yadımızda saxlayaq ki, mütləq və mütləq bizim karbohidrogenimiz düzdür, orada 2 ədədi sp2 hibrid vəziyyətindədir. Yəni 2 dənə mütləq bizim karbonumuz 2 qat rabitələr arasında birləşir. Yəni ümumi 5 dənə karbonun ikisi sp2, sp2 hibrid orbitalı şəklində olur. Yerdə qalan 3 isə sp3 hibrid halında olur. 186-da 186 nömrəliyə baxırıq. Deyir ki, radikalların birləşməsinə əmələ gələn alkenlər və alken molekulalarında hibrid orbitalların sayı. Alken üçün hibrid orbitalların sayını hər birini tapaq. Deməli 4n-2-dir. Buradan n bərabərdir 3-ə.
4n-2 14-ə bərabərdirsə, n də bərabər olur 4-ə. Amma deyir ki, yəni bu ikisinin birləşməsindən əmələ gəlibdir bu 3 karbon. Ümumi karbonların sayı 3-ə bərabər olmalıdır. Amma ikinci üçün bizə burada deyir ki, R1 hər nədirsə, R3 ilə birləşəndə siz trans izomeri əmələ gətirmir. R2 və R3 radikallarının birləşməsini soruşur. Deməli, ümumi 3 dənə əgər mənim R1 və R2 3 karbondan ibarətdirsə, burada baxırıq ki, birinci və ikinci karbon üçün, yəni ikincisi deyir, siz trans izomeri əmələ gətirmir. Burada deməli, 2 qat rabitə birinci karbona birləşib, yəni CH2 olur. Həmin o R1 radikalının yuxarıda da o şəkildə quraşdırsaq, yəni ya bu hissədən qırılmalıdır, ya da ki, bu hissədən qırılmalıdır, deməli, rabitə. Onda əgər bu hissə R1-dirsə, R3 etilinə bərabərdir. Çünki əgər, belə deyək, 3 karbondan ibarətdirsə, deməli, bu radikalım mənim yenə durur. Bu radikalım aşağıda da eyni formadadır. R1 yenə eyni radikalı yuxarı hissəsi yazacağım. R2 isə, deməli, eləcə CH3-ə bərabər olur. Burada da CH2 CH3-ə bərabər olur. R3 və R2 və R3 radikalların birləşməsindən əmələ gələn alkan molekulunda neçə polyar sigma rabitə var. R2 və R3-ü də birləşdirəndə burada olur propan, deməli CH3, CH2 və CH3-ə bərabər olur. Neçə polyar sigma rabitə var. Yəni hidrogen sayını soruşur. Polyar rabitə əlbəttə ki, müxtəlif qeyri-metallar arasında olan rabitədir. Burada da cavab olur, onda D variantı doğru cavabdır. 190 nömrəli suala baxırıq. Bu tem 1, bu tem 1 üçün deməli CH2, CH, CH2 və CH3 formulunu yazıram. Molekulunda sigma rabitələrin sayını soruşur. Sigma rabitələrin sayı burada deməli A olur 11, pi alkenlərdə yalnız bir ədəddir. Propadiyen, deməli, propadiyende 2 dənə 2 qat rabitə var. Bu şəkildə çəkdim. Yenə formulu düzəldirəm. Deməli, olur sigma rabitələrin sayı burada bunlar sigmadır. 2 qatların yalnız biri sigmadır və burada cavab olur 6-ya. 2 dənə də 2 qat rabitəsi olduğuna görə 2 dənə pi rabitəsi var və bunlar arasındakı bərabərliyi tapırıq. Deyir, A bərabərdir B üstə gələk 5, bəli. Çünki 11-ə bərabərdir. Bu doğrudur. Burada B üstə gələk 3 doğru deyil. C 1-dir. D-2 0-a bərabər olur. Bu da doğru deyil. Amma D bərabərdir. C üstə gələk 1. Bəli, bu doğrudur. C bərabərdir. D üstə gələk 1. Xeyr, bu səhvdir. B də bərabərdir. D üstə gələk 4. Bəli, bu doğrudur. Çünki D 2-yə bərabərdir. 6 eləyir. 192 nömrəli suala baxırıq. 192 nömrəli sualda birinci formulumuzu düzəldək. Deməli, heksen 2-dir. Birinci hekseni, yəni sondan başlamaq lazımdır. 6 dənə karbonu çəkirəm və ikinci karbon arasında 2 qat rabitə var. Bu şəkildə düzəldək. Deməli, bu şəkildə düzəltdim. Və 4 metil, 4-cü karbona deməli, metil radikalı birləşir. Baxaq. Deməli, 4-cü karbon bura düşür, 4 metil. 3 izopropil, 3-cüyə isə izopropil düşür. CH3, CH3, bu da bu. Deməli, quraşdırdıq artıq formulumuzu. Bizə də deyir ki, deməli, 6 birli karbon atomu var və yerdə qalan karbonlarımın da formulunu düzəldirəm. Burada artıq düzdür. Burada CH2 və CH3. 6 birli karbon var. Bəli, kənarda olanların hamısı 6 deməli birli karbon var. Sayaq görə neçə dənədir? 1, 2, 3, 4, 5 dənə birli karbon var. Deməli, 1 burada səhvdir. 38 hibrid orbitalı var. 38 hibrid orbitalı 4n-2 ilə hesablanır və burada deməli neçə karbon var? 1, 2,
2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 40 çıxaq 2 eləyir 38. Bəli, 2 doğrudur. 10 qeyri-polyar rabitə var deyir. Qeyri-polyar, yəni sigma və pi-ni hər ikisi də bərabər götürülür. Qeyri-polyar ümumi karbon və karbon arasında olan rabitələr, yəni 2 qat da ola bilər, tək qat da ola bilər. İstənilən halda karbon-karbon arasında olan rabitələri sayırıq. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ədəd, bəli. Deməli 3 də doğrudur. Bir ədəd dörtlü karbon var. Yəni 4 tərəfdən karbonlarla tutulmuş karbon olmalıdır. Amma burada baxırıq ki, xeyr, üçlü var, dörtlü yoxdur. 3 ədəd üçlü karbon atomu var. Baxaq görək üçlü karbon hansıdır? Deməli bu rənglə yazacağam ki, daha dəqiq aydın olsun. Deməli bu üçlüdür, bu da üçlüdür, bu da üçlüdür. Yəni 3 ədəd üçlü karbon atomu var. Bəli, bu doğrudur. 3, 5 də doğrudur. 5-i də haşiyə alaq. 22 polyar kovalent rabitə var. 22 polyar, yəni hidrogenin sayı deməkdir. Burada da hidrogenlərin sayını tapsaq, baxırıq ki, 3, 6, 7, 8, 11, 12, 15, 17 və 20-yə bərabərdir. 22 deyil. Deməli, cavab burada 2, 3, 5 doğru cavabdır. 193 nömrəli suala baxırıq. Buten 2 üçün hansı ifadələr doğrudur? Formulu tərtib etdik. Cis-trans izomerləri var. Bəli. Çünki fərqli radikallar birləşdiyi üçün cis-trans izomerə malikdir. Molekulunda 11 sigma və 1 pi rabitə var. Bəli, doğrudur. Burada tapa bilərik. Polimerləşmə. Xeyr, 2 qat rabitə varsa burada polimerləşmə gedir və bromla reaksiyasından 3 dibrom butan alınır. Bəli, doğrudur. Çünki brom 2, bromların biri bu 2 qat rabitənin ətrafındakı karbona, ikincisi isə bura birləşir və 2 qat rabitə qırılır. Yəni 2 qat rabitə qırıraq və oldu 1, 2 dibrom butan. Bəli, 4 də doğrudur. Burada cavab olur 1, 2, 4. 196 nömrəli sualda alken molekulunda sigma rabitələrin sayı, ümumi sayın tapılması 3n-1-ə bərabərdir. Burada n bərabərdir 5-ə. X hansı maddələr olaraq? Hansında 5 dənə karbon varsa və bu ten, yəni daha doğrusu alkendirsə, onun doğru cavabdır. Penten elə 5 dənə karbonu olan alkendir. 2 metil, yəni bir dənə CH3 var, ikinci karbona birləşmiş və bu tende də 4 karbon var. Bəli, bu da eləyir, cəmi 5 eləyir. 3 də eyni qaydadadır. İkinci karbona birləşən metil radikalı CH3, bu tende 4 karbon, deməli 3 də doğrudur. Amma bu tenlər, bunlar sadəcə 2 qat rabitənin yerini göstərir. 4 karbon olur. Deməli cavab orada oldu. 1, 2, 3. 197 nömrəli sualda isə deyir ki, metanın 3 molunun yanmasına sərf olan oksigenlərin miqdarı bərabərdir. Bunun üçün mən metanın yanma reaksiyasını yazıb 3 mol üçün nə qədər oksigen lazımdır? Bunu təyin edirəm. Deməli, burada cavab 2 və 2 yazsaq, əmsallaşdırmamız doğrudur. 1 mol üçün 2 mol oksigen sərf olunur. 3 mol üçün isə 6 mol oksigen sərf olunur. Və həmin bu 6 mol oksigen alken üçün də deməli uyğun olmalıdır. Alkenlərin də ümumi yanma reaksiyalarında oksigenin mol miqdarı 3n/2 idi. Bu 6-ya, yəni bu da 6-ya bərabərdirsə, buradan n bərabərdir 4-ə. Deməli, burada C4 H8 üçün hansı ifadələr doğrudur? Bunu variantları seçəcəyik. Molekulunda bütün karbon atomları sp2 hibrid. Xeyr, orada yalnız 2 ədədi sp2 ola bilər. Bu səhvdir. İkinciyə baxırıq ki, hidratlaşmasından birli spirt alınır. Xeyr, yalnız birli spirt deməli birinci nümayəndədən alına bilər. Digərlərində ikili spirt alınır. Bu da səhvdir. Siniflər arası izomer var. Çünki disikoalkanlarla siniflər arası izomerlik əmələ gətirirlər. 3 doğrudur. Sənayedə metanın 550-600 Selsi dərəcədə parçalanmasından alınır. Bu bilirsiniz ki, alkenə, deməli, etilenə xas bir deməli xassədir. Bu səhvdir. 5-cidə isə molekulundakı sp2 hibrid orbitalları rabitələrin yaranmasında iştirak edən
bütün orbitalların 25%-ni təşkil edir. Deməli, sp2 hibrid orbitalları 2 ədəddir və 2 karbon sp2 cəmi eləyir 6 dənə orbital. Ümumi isə bütün orbitallar, yəni hibrid və qeyri-hibrid orbitallar isə deməli olur, hesablasaq, baxarıq ki, burada yəni 12 rabitə var. Ümumini tapmaq üçün rabitənin sayını 2-yə vursaz, artıq hibrid orbitallarının sayını tapmış olursunuz. Yəni hibrid və qeyri-hibrid ümumi rabitələr nə qədərdirsə, orbitallar ondan 2 dəfə çox olur. Bu da eləyir 24 və 100%-ni tapanda, bəli, doğrudur, bu da doğru cavabdır, 25% eləyir və 1 molu 22,4 litr həcm tutur. Qaz halında olduğu üçün, bəli, bu da doğru variantdır. Daha sonra 199 nömrəli suala baxırıq. 199 nömrəli sualda isə alken molekulunda hibrid orbitallarının sayı və sp2 hibridə malik olan, bunların bir-birinə deməli nisbəti 4 bölünsün 3-ə bərabərdir. Bu şəkildə tapa bilərik ki, alkenlər üçün deməli sp3 hibrid orbitallarının sayı sp3-ü tapmaq üçün deməli burada A bərabərdir n-2, çünki n-2-si deməli sp2-dir, yerdə qalan sp3-dür və bunu da 4-ə vuranda artıq mən ümumi sp3 hibrid orbitallarının sayını tapmış oluram. sp2 isə burada bu olur 4n-8. sp2 hibrid isə 2 dənə karbonumuz sp2-dir. Yəni fərqi yoxdur, neçə karbonlu olur olsun, yalnız ikisi sp2-yə aiddir. Bu da 2 vuraq 3, yəni 1s 2p orbital sayı 3 eləyir. Bu da elədi 6 və bunların bir-birinə nisbətini bu şəkildə yazıram. 4n-8-i bölürük 6-ya. Burada bərabərdir 3-də 4-ə. Buradan da n-i tapırıq ki, n bərabərdir 4-ə. Deməli, düzgün cavabları isə aşağıda verib. Siz trans izomeri olmayan alkenləri müəyyən edin. Deməli, 4 karbona ibarət olan, malik olan alken seçəcəyik. Lakin, deməli, izomeri olmasın. Pentəndə 5 karbon var. Bu səhvdir. Yenə pentəni çıxıram. Çünki bunlar 5 karbonlu birləşmələrdir. 4-ü də çıxırıq. Və 2, 3... Daha doğrusu 2, 5 və 6 uyğundur 4 karbona. Lakin deyir, siz trans izomeri olmasın. Siz trans izomeri yoxdursa, bu birinci karbona 2 qat rabitə olan deməli, alken ola bilər. Yəni, buten bir uyğundur, bəli. Daha sonra 2 metil propen, bu şəkildə yazıram, 2 metil propen. Yenə baxıram ki, birinci karbona, yəni bu karbona, 2 qat rabitənin ətrafındakı karbonlar eyni radikallar birləşibdir. Bu tərəfdə 2 dənə hidrogen, sağdakı karbona isə 2 ədəd metil radikalı birləşib. Bəli, bu da doğrudur. 6-da isə deməli, baxırıq ki, buten 2 deyir. Bunun siz trans izomeri var. Çünki buradan H, buradan da H birləşibdir. CH3, yəni 2 qat rabitənin ətrafındakı karbonlara müxtəlif radikallar birləşdiyi üçün bunda cavabı da çıxırıq. Cavab olur burada 2, 5. 200 nömrəli sualda deyir ki, 3,5 qrama 8 qram brom birləşdirən alken molekulundakı bir üçlü karbon atomu olarsa, yəni biz birinci bu alkeni təyin eləməliyik. Deməli, ümumi formulları CnH2n-dir. 14n qram özünə 160 qram brom birləşdirir. Çünki 1 mol bromla reaksiyaya girirlər. 160 qram brom birləşdirirsə, onda 3,5 qram isə özünə 8 qram brom birləşdirir. Buradan n bərabər olur 5-ə. Artıq mən deməli, alkeni təyin elədim ki, burada pentendir. Ancaq bizə deyir ki, bir dənə üçlü karbon olsun. Yəni 5 karbonlu alkeni elə quraşdırmalıyıq ki, burada bir ədəd üçlü karbon olmalıdır. Amma ümumi formulu yazıram. Alken üçlü karbon deyirsə, karbonun birini bu tərəfə birləşdirirəm. Artıq üçlü karbonu tapdıq və axırıncı karbonu da gətirib bura birləşdirdikdə artıq mənim cavabım təyini çıxarda bilərəm. Deyir ki, hidrogen halogenitlərlə Markovnikov qaydasına uyğun olan reaksiyaya daxil olur. O şəkildə reaksiyaya daxil olur. Markovnikov qaydasına uyğun reaksiyaya girirsə, deməli 2 qat rabitənin ətrafında H
tutalım ki hidrogen halogen, yəni xlor birləşdikdə çox olan hidrogenə karbona hidrogen, az olanı isə xlor birləşir. Bəli, bu şəkildə, yəni Markov-Dikov qaydasına uyğundur. Və birinci variant doğrudur. Beynəlxalq nomenklaturaya əsasən adı deyir ki 3,3 dimetil buten. Xeyr, burada nömrələsək 2 metil buten 1 alınır. 2 metil buten 1, yəni burada cavab bu deyil. Hidrogenləşməsindən 2 metil butan alınır. Hidrogenləşmə bu deməkdir ki, hidrogenin biri bura birləşir, digəri ilə bura birləşir və 2 qat rabitə qırılır. Bəli, nömrələmə yenə bu tərəfdən, sol tərəfdən aparılsa, çünki şaxə birinci sol tərəfə yaxındır. 2 metil propan alınır, daha sonra butan alınır. Bəli, doğrudur. 18 hibrid orbitalı var. 4n-2 deməli bərabərdir 18. N buradan 5-ə bərabərdirsə, bəli, doğrudur bu da. Deməli, elə burada 5-ə vurub 18-i tapırıqsa, deməli, cavabımız doğrudur. Su ilə qarşılıqlı təsirindən doymuş bir atomlu spirtlər alınır. Su ilə qarşılıqlı təsirindən birli spirt deyir. Yəni, bunu dedik ki, bir atomlu yox, bir atomlu birli spirt. Yəni, birlidə diqqətli olaq. Yalnız birinci nümayəndə birli spirt verir. Digərləri isə ikili spirt verir. İkili spirt budur ki, OH birləşən karbon deməli, ortadadır. Yəni, ikili spirt adlanır bu şəkildə. Birli spirt isə bir OH kənardan karbona birləşir. Bu cavab isə səhvdir. Burada cavab 1, 3, 4 doğru cavabdır. Daha sonra 205 nömrəli suala baxırıq. 205 nömrəli sualda isə hidrogenləşmə məhsulu 2x-ə bərabərdir. Hidratlaşma məhsulu isə 3x minus 6-ya bərabərdir. Həmin bu alkenin hidrogenləşmə məhsulu deməli, hidrogenləşmə məhsulu alkan, hidratlaşma məhsulu isə spirtə bərabərdir. Deməli, 2x-a 3x minus 6-dırsa, onda hidrogenləşmə məhsulunu elə birbaşa alken üçün yazıram. Kütləsini 14n plus 2-yə isə 14n plus 18-ə bərabərdir. Buradan deməli, bu şəkildə də tapa bilərik və yaxud da ki, bunu birbaşa bərabərləşdirib buradan x-i də təyin edə bilərsiniz. İkinci yol daha uyğun olar. Yəni, hidrogenləşmə məhsulunu 14n plus 2, bunu isə 14n plus 18-ə bərabərləşdirib, buradan x-in yerinə gətirək qoyaq. Buradan bunları ixtisar eləyirəm. X bərabərdir 7n plus 1-ə bərabərdir. Bu tərəfdə isə 3x minus 6 gətirib x oradan yerinə qoysaq 3 vuraq 7n plus 1 çıx 6 bərabərdir 14n üstə gələk 18. Buradan da n-i tapırıq 3-ə bərabərdir. Və alken molekulunda karbon atomlarının sayı 3-ə bərabərdir. Deməli, burada cavab olur 3. Bunu bərabərləşdiririk. Oksigenin, sərf olunan oksigenin mol sayına 3n bölünsün 2 bunun moludur. Bunu kütləyə vuranda biz artıq oksigenin kütləsinə bərabərləşdirmiş oluruq. Və 2 mol olduğuna görə deməli, əlavə 2-yə də vurub 2 mola görə hesablamanı aparmalıyıq. Burada 2-lər ixtisar gedir və 3n vuraq 32. Yəni A plus 136 bərabər olur 3n vuraq 32-yə. Deməli, A-nı gətirib burada yerinə yazanda deməli, hesablamamızı aparırıq. Və buradan 28n üstə gələk 136 bərabərdir 96n-ə. N bərabər olur 2-yə. Deməli, ümumi formulum alkenin molekulu oldu C2H4 və bizdən hibrid orbitallarının sayını soruşur. Hibrid orbitalların ümumi sayının tapılması 4n-2-yə bərabərdir və burada da n-i gətirib yerinə qoyanda cavab olur 6. Yəni 209 nömrəli sualın cavabı 6-dır. 214 nömrəli suala baxırıq. Bərabər mollarda etilen, etan və asetilendən ibarət qarışığın kütləsi 42 qramdır. Bərabər mol, yəni hər üçünü də A ilə ifadə edə bilərik. Və bunların kütləsi 42 qrama bərabərdir. Yəni 28A etilen üçün, 30A etan üçün və asetilen üçün isə 26A bərabər olur 42-yə. Buradan A bərabərdir
0,5-ə və bizdən asetilenin kütləsini soruşur. Yəni bunu asetilenin kütləsinə vuranda olur cavab 13. 215 nömrəli sualda isə etan və etilendən ibarət 20 mol qaz qarışığının tam dolmuş hala gətirmək üçün 12 mol hidrogen sərf olunur deyir. Yenə etilen və etan C2H4 və C2H6-dır. Doymuş hala gələn, onsuz yəni etan doymuş, özü doymuşdur və hidrogen doydurmaq üçün hidrogen gəldiyi məhsul olur etilen və 1 mola 1 mol hidrogen istəyir. 12 mol hidrogen, deməli 12 mol etan var imiş ki, 12 molda hidrogen sərf olunubdur doymuş hala gətirmək üçün. Yəni 20-nin 12-si əgər etilendirsə, 8-i də etana aid olur və onun ilkin qarışıqda etanın həcm payını soruşur. Yəni omega bərabərdir. 8-i ümumi həcmə bölüb 100-ə vururuq və cavab burada edir 40%. 216 nömrəli sualda isə alkenin tam yanma reaksiyasının qrafikinə əsasən X-i hesablayın. Alkenin yanması ümumi formulu CnH2-nin üzərinə 3N bölü 2 oksigen, M mol karbon qazı və M mol su alınır. Alınan məhsullara baxırıq ki, kütlü olaraq ən yuxarıda dayanan 220 qramdır. Deməli, bunun kütləsini çevirsək, 44N karbon qazının kütləsi, 18N də suyun kütləsi olur. Onda kütlü olaraq ən çox olan karbon qazıdır deyə 220 bu karbon qazına aid qrafikdir. Digəri isə sudur və bu zaman soruşur ki, X-i hesabla. 44N karbon qazı əmələ gələndə 18N su əmələ gəlirsə, 220 qram üçün karbon qazı əmələ gələndə nə qədər su əmələ gələcək? Buradan da kütlə olaraq soruşur. X bərabərdir 90-a. 216 nömrəli sualda cavab olur 90. Metan və etilenden ibarət 4 mol qaz qarışığına 4 mol hidrogen əlavə edildi və qızdırılmaqla platin katalizator üzərindən buraxıldı. Reaksiyadan sonra 2,4 mol hidrogen artıq qalıb. Deməli 4 mol hidrogenin nə qədəri reaksiya daxil olubsa, reaksiyadan sonra 2,4 mol hidrogen artıq qalıb. Deməli, X buradan bərabərdir 1,6-ya və 1,6 mol hidrogen etilenin 1,6 molunu deməli, 6 mol ilə reaksiya daxil olur. Deməli, ümumi qazın 1,6-sı etilendirsə, onda yerdə qalan 2,4 hissəsi isə metana aiddir. Və metanın həcm payını soruşur. Omega bərabərdir. 2,4 tapdığım həcmi bölürəm ümumiyə və vururam 100%. Cavab burada olur 60%. 218 də eyni tip sualdır. 2 mol hidrogen əlavə olunub. Yəni, ümumi qaz qarışığımız 4 moldur. 2 mol hidrogen əlavə edildikdə 1,2 mol hidrogen artıq qalıb. Yəni 2 mol hidrogenin 1,2-si artıq qalıbsa, deməli 0,8-i reaksiyaya daxil olubdur. 0,8 mol hidrogen də yalnız bu iki qarışıqda olan maddələrdən etilenlə reaksiya daxil olur. 0,8-i budursa, 3,2-si də etanın payına düşür. Onda omega bərabərdir. Etanın deməli, həcm payı bölünsün ümumiyə və vururuq 100%. 206 nömrəli sualda etan və deməli, etan və etilen ibarət qaz qarışığının 44 qramının tam hidrogenləşməsinə 11,2 litr hidrogen sərf olunub. Deməli, burada hidrogenləşən yenə deyirik ki, alkenlərə aid bir xüsusiyyətdir və cəmi 44 qramın içərisində görək nə qədəri alken, nə qədəri alkana məxsusdur. Deməli, 11,2 litr hidrogen yalnız etilen bilmirik nə qədər olanda sərf olunur, amma 22,4 litr hidrogen etilenimiz 28 qram olsa sərf olur. Burada X bərabərdir 14 qram deməli alkenə etilenə xas deməli kütlədir. 44-ün 14-ü etilendirsə, yerdə qalan 30-u isə deməli 30-u isə alkandır, yəni etandır. Və bu da 1 mol alkan deməkdir. Ümumi bizdən neçə mol atom soruşur? 30 qram C2H6 eləyir 8 atom. Və baxırıq ki, etilen də nə qədər idi? 14 qram. 14 qramda 0,5 mol
etilen deməkdir. Etilen deməkdir. Bunun da deməli atomun sayı 3-ə bərabərdir. Çünki birində 6 dənə atom var, yarısında 3 atom eləyir. Bunların ikisinin cəmi 11-ə bərabərdir. Cavab burada olur 11. 207-də də eyni tip sualdır. İndi ümumi karbon atomlarının sayını soruşur. Etan və etilen ibarət qaz qarışığının 44 qramın hidrogenləşməsi yenə 11,2 litr, yəni 0,5 mol C2H4 lazım olur. Yerdə qalan 30 qram isə C2H6-ya, yəni 1 mol C2H6-ya aiddir. Burada neçə karbon atomu var? Mən burada olur 2 karbon atomu, burada isə 1 karbon atomu, cəmi 3 karbon atomu deməli olur. 208 nömrəli sualda hibrid orbitallarının deməli sp3 hibrid orbitalı alında olan karbon atomları alkenlərin sp3 hibrid orbitallarının sayı 4n-8-ə bərabərdir. Çünki deməli ümumi CnH2n alkenlərin 2 ədədi Cn, yəni n-2-si sp2 hibriddədir. Yerdə qalanı isə artıq olacaqdır sp3-ə. Ona görə də n-2-dən vururam 4-ə, yəni 4n ümumi orbital sayının sp3 hibrid orbitalına vuranda burada eləyir 4n-8. Yəni 4n-8 burada sp3 hibrid orbitalına malik olan karbon atomlarının sayıdır. Sigma rabitələrin ümumi sayı isə n-1 üstə gəlirik 2n, bu da eləyir 3n-1. X, y-i təyin elədik və x ilə y-in cəmi 13-ə bərabərdirsə, yəni 4n-8 üstə gələk 3n-1 bərabərdir. 13-ə bərabərdirsə, buradan n bərabər olur 3-ə. Bizdən elə n-i soruşur. 209 nömrəli sualda isə alkenin 2 molunun kütləsi A-dır və tam yanmaya sərf olunan oksigenin kütləsi isə 136 qramdır. 2 mol üçün tam yanmaya sərf olunan oksigenin kütləsini soruşur. CnH2n-in mR-nin kütləsi olur 14n. Artıq burada 2 mol olduğuna görə kütlə olur 28n-ə. Tam yanmaya sərf olunan oksigenin kütləsi isə artıq bərabərləşdirəcəm. Oksigenin mol sayı yanma zamanı 3n/2 idi və 220 nömrəli sualda sigma rabitələrin yaranmasında iştirak edən s orbitallarının sayı 12-yə bərabərdir. Alken molekulunda deməli s orbitalları hidrogen nəzərdə tutur. Hidrogenin deməli ümumi 2n-imiz deməli bərabərləşdirək və n buradan 6-ya bərabərdir. Həmin bu alkenin molekulu C6H12-dir. Deməli, hidrogen atomlarının ümumi sayının, yəni bu 12-nin 25%-i deuteriumdur. Molekulunda neutronların sayını tapın və 12-nin 25%-ni tapsaq, 100-ə bölündə burada cavab eləyir 3 ədədi. Deməli, bunun 3-ü, hidrogenin 3-ü, 12-nin 3-ü deuteriuma malikdir. Deməli, ümumi olanda neutronların ümumi sayını soruşur. Yəni, 3 dənə hidrogenin artıq neytronu var. Çünki digər hidrogenlərin neytronu yoxdur. Nəzərə alınmır neytron qaydasında. Amma 3 ədədinin ki, bir dənə neytronu var. Onda 3 hidrogenin vururam bir neytrona, 3 hidrogenin hər birinin bir neytronu var. Yerdə qalan 6 karbonun isə 6 ədəd neytronu var. Cəmi neytronların sayını soruşur. Burada da cavab olur 39. Daha sonra 22 və 222 nömrəli suala baxırıq. Qarışığın tərkibi etan və etilindən ibarətdir və 2 moldur. Qarışığa əlavə edilən hidrogenin maddə miqdarı deməli 2 mol hidrogen deməli əvəz olunubdur və əlavə olunub və tam hidrogenləşmə reaksiyasından sonra qarışığın kütləsi mol miqdarı 3,5 olur. Deməli yenə bilirik ki, C2H4 hidrogenləşmə reaksiyasına daxil olan hissə olacaqdır. Ümumi qaz qarışığımızın molu
Yəni yuxarıda belə bu hissədə yazmaq istəyirəm. C2H4 və C2H6 hidrogenləşmə məhsulu olan etilendir və X mol götürürəm. Bilmirəm 2 molun nə qədəri etilendir, nə qədəri etandır. Ümumi mol sayı ikisinin mol sayı 2-yə bərabərdir. Əlavə edilən miqdar isə deməli 2 molun nə qədər reaksiya daxil olacaq? Əgər X mol etilen reaksiya daxil olan zaman X molda hidrogen reaksiya daxil olmalıdır. Buna görə də ümumi hidrogenin 2 molunu, daha X molunu çıxırıq və tam hidrogenləşmə reaksiyasından sonra alınan qarışığın mol miqdarı burada alınır X mol C2H6 hidrogenləşəndən sonra və Y mol C2H6 da necə var reaksiyadan sonra daxil olur deməli burada qarışıqda. Hətta artıq qalan hidrogen də, yəni 2 mol hidrogenin və üstünə gəlirəm 2 mol hidrogenin nə qədəri X mol reaksiya daxil olandan sonra yerdə qalan hidrogen də qarışığın içində olur. Bunların cəmi 3/5-ə bərabər olur və buradan bunların cəmini tapdıqda X-ımız X 0/5-ə, Y isə 1/5-dir. Bizdən reaksiyadan sonra qarışıqda olan etanı istəyir. 1/5 mol Y reaksiya daxil olmayan hissəsidir. Alınan isə X mol etandır. Yəni bu ikisinin cəmi 2 mola bərabərdir. Deməli reaksiyadan sonra qarışıqda ümumi 2 mol C2H6 olur. 223-də alifatik karbohidrogendir. Alifatik karbohidrogenin 0,4 molu yandıqda 8,8 qram deməli karbon qazı alınır. 1 molda isə 1 mol karbohidrogeni isə 44 N qədər karbon qazı alınır. N bərabər olur 5-ə. Deməli bu C5H10 formuluna malik olan alkendir və karbohidrogen molekulunda olan sp3s rabitələrinin maksimum sayını soruşur. Əgər maksimum sayı soruşursa, deməli biz sp3 hibridə maksimum say verməliyik. Formulumuzu elə quraşdırmalıyıq ki, orada məsələn karbon bu şəkildə quraşdırsaq, 2 qat rabitənin yerinə baxırıq. Bu zaman sp3s rabitələri sp3 hibridə malik olan bunlar olur. sp3 və sp3 deməli onda baxaq görək neçə olur. 1, 2, 3, 4, 5, 6, 7 sayda olur. Yəni bura birləşsə 2 qat rabitə. Amma 2 qat rabitəni bu tərəfə birləşdirsə, yəni müxtəlif yerlərə birləşdirib baxsaq, deməli bu hissəyə birləşdirsək 1, 2, 3, 4, 5, 6, 7, 8-ə bərabər olur. Yəni 7-dən daha çox 8 maksimum sayı 8-ə bərabər olur. Yəni 2 qat rabitəni müxtəlif hissələrə birləşdirərək sp3 hibrid və S rabitələrində daha çox pay hansı formula uyğun olanda əmələ gəlirsə, yəni birinci rabitə, birinci, ikinci karbona birləşəndə rabitə orada daha az sayda deməli sp3 hibridə malik olan, sp3s hibridə malik olan, rabitəyə malik olan formul düzəltmiş oluruq. Amma mən 2 qat rabitəni müxtəlif hissələrə yazaraq sizə göstərirəm ki, yəni burada karbonu 2 qat rabitəni hara yazsaq daha çox karbonla hidrogen arasında rabitə yaratmış olaraq və burada maksimum sayı 8-ə bərabərdir. 225 nömrəli sual, deməli son sualdır. Burada C2H4 yenə C2H deməli H6 arasında reaksiya baş verir. Yəni bunun ikisi də biri alkendir, yəni etilendir, digəri isə alkandır, etana malikdir, etandır. Və bunların ikisinin mol sayı 2 moldur və üzərinə 2 mol hidrogen gəlir. Deməli, baxırıq ki, reaksiyadan sonra hidrogenin bir hissəsi qalıbdır etanın yanında. Nə qədər reaksiyaya daxil olub? Yenə mən bunları x, y ilə ifadə eləyəcəm və 2 mol hidrogenin nə qədərisə reaksiyaya daxil olacaqdır. Yəni 2-nin müəyyən hissəsi reaksiyaya daxil olur.
2-nin müəyyən hissəsi reaksiyaya daxil olur və reaksiyadan sonra deməli X mol C2H6 və Y mol necə var elə çıxan bir etanımız daxil qalır və bu da bir də üzərinə hidrogen gəlirik əlbəttə ki, 2-dən də X qədəri sərf olunanda yerdə qalan qarışığın cəmi olur 2,5 mol. Alınan etan necə var reaksiyadan çıxan etan və hidrogenin də qalan hissəsinin ümumi mol sayı 2,5-ə bərabər olur və buradan ümumi bizə ilkin qaz qarışığında etanın həcm payını soruşur. Deməli ümumi buradan hesablasaq ümumi cəmləri buradan X bərabər olur 1,5-ə, Y isə 0,5-ə bərabər olur. İlkin qaz qarışığında dediyinə görə biz ümumi buradakı ilkin qaz qarışığında etanın həcm payını, yəni 0,5-in faizini tapırıq. 0,5-i bölürük ümumi 2-yə və vururuq 100%-ə. Burada da cavab olur 25%.